Leyla Əliyeva Tiranada Albaniya Respublikasının prezidenti Bayram Begay ilə görüşüb. Söhbət zamanı prezident Bayram Begay Albaniya baş nazirinin iqamətgahında açılan sərginin iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib. Leyla Əliyeva Azərbaycan və Albaniya arasında münasibətlərin təməlinin formal protokollardan kənara çıxdığını vurğulayıb. Görüşdə logistik çətinliklərin aradan qaldırılması mövzusuna toxunulub. Bakı-Tirana birbaşa avia reyslərinin işə salınmasının zəruriliyi vurğulanıb. Albaniyada ildə 300 günəşli günün olması nəzərə alınaraq ölkədə il boyu turizm və ekoturizm konsepsiyalarının inkişafı, həmçinin Albaniya, Montenegro və Kosovonu birləşdirən ortaq marşrutların yaradılması müzakirə edilib. Bildirilib ki, iqtisadi sahədə, xüsusilə turizm sektorunda Azərbaycan investisiyalarına böyük maraq göstərilir. Qeyd olunub ki, Azərbaycanın Montenegroda icra etdiyi uğurlu layihələr Albaniya sahillərində nəinki təkrarlanacaq, hətta daha böyük nəticələr verəcək. Söhbət zamanı iki ölkənin liderlərinin siyasi iradəsinin konkret addımlarla viza rejiminin ləğvi və diplomatik təmsilçiliyin gücləndirilməsi ilə təsdiqini tapdığı bildirilir. Daha sonra Albaniya prezidenti baş nazirin iqamətgahında nümayiş olunan Mama Ana Təbiət Beynəlxalq İncəsənət sərgisi ilə tanış oldu.